Herkese salam. Yeni bir video ile karşınızdayım. Bugün sizlerle beraber 6. sınıf riyaziyyat test izahının ikinci videosuyla karşınızdayım. Bu ikinci videoda bilirsiniz ki birinci videoda yarısını işlemiştik. İndi ise bu videoda da yarısını işleyeceğiz testin. 10 sual idi, 5'ini bir işlədik, 5'ini de indi işleyeceğiz. Gəlin başlayaq. 6. suala başlayırıq. Əçob 65, 150. Əçob 65 və 150. İndi ilk öncə biz əvob əçob fərq eləmir, sadə vurğulara ayıraraq tapırıq. 65. Buradan çəkim. 65 bilirik ki, 2-yə bölünmür, 3-ə bölünmür, sonra 4-ə də bölünmür, amma 5-ə bölünür. 5 də özü sadə vuruq olduğuna görə, bura yazmalıdır da sadə vuruqlara ayrışda. Yəni bu deyir 13. Bəli, 13 də sadə də olduğu üçün özünə bölünür, 1 qalır. İndi 150-ni ayıraq. 150 2-yə bölündüyünə görə 2 yazırıq. Cavab 75 alınır. 75 2-yə bölünmür, 3-ə bölünür, 3 sadə vuruqdur. Deməli, bu da qalır 25. Daha sonra 25 2-yə bölünmür, 3-ə bölünmür, 5-ə bölünür. 5 də özünə bölünür, 1 sadə vuruq olduğuna görə. İndi burada əçobdan enirik. Birinci ikisində də eyni olan ədədləri seçirik. 5. Burada 5 var. Başqa da heç eyni ədəd yoxdur. İndi biz əbobda bir-birinə vururduq. Elə 5-dir deyə 5 olaraq qalırdı əbobda. Əbobu 5 edir. Əçobunu necə tapırıq? 65 böyükdür, yoxsa 150? Əlbəttə ki, 150 böyükdür. Düzdürmü? 150-ni götürürəm mən. Baxın, buraya yazıram. 150 götürdüm. Bunu vururam. 65-də hansı ədəd dairələnməyib? 13 düzdür. 13-ə vururam. İndi gəlin bunu da vuraq. 150-ni 13-ə. 0, 5, 1 yadda 4, 0, 5, 1. Bu deyir 1950. Düz hesabladıq mı? Bir dənə baxın. 0, 15, 1 yadda 4, 0, 5, 1. Düz hesablamışıq. Cavab 1950 eləmiş olacaq. Əçobu 1950-dir. İndi isə keçək 7-ci sualın izahına. Sualda belə bir şey verilib ki, M bərabərdir 3 vurulsun 4 vurulsun 5. Deyir ki, bu ədədin, yəni M-in neçə sadə böləni var? Biz birinci M-i tapmalıyıq, görək. Neçədir? M bərabərdir 3 vurulsun 4 vurulsun 5. Yəni, bu da ki 60 edir. M bərabərdir 60-a. Deyir 60-ın neçə sadə böləni var? Sadə bölən də birinci sadə vuruqlara ayırmalıyıq təbii ki. Sadə vuruqlara ayıranda deməli 2, 30, daha sonra 2, 15, 2-yə bölünmür, 3-ə bölünür 5, daha sonra 5-ə bölünür, bu da ki 1 qalır. Belənçinə. Deməli, neçə sadə bölən oldu? 1, 2, 3, 4. Sadə bölən burada nə qədər ədəd olduğu deməkdir. 1, 2, 3, 4. 4 dənə sadə böləni var. Cavab B variantı olmalıdır. Siz variantları hardan görə bilərsiniz? Mən postlar hissəsində paylaşmışam. Oradan baxaraq bir vərəqə köçürərək siz də mənimlə işləyə bilərsiniz. İndi isə keçirik 8-ci sualın izahına. 8 yazaq.
dənə mən markeri dəyişim, siz yaxşı görəsiniz. Aha, 8-ci suala keçirik. Deyir ki, 10 və 40 arasında neçə sadə ədəd var? Mən bunları bir-bir yazacağım lövhəyə. Yəni elə cavabını deyəcəm sizə. Baxın, 11 sadə ədəddir, 12 yox. 13, 14, 15, 16, 17. Daha sonra 18 yox, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29. Daha sonra buradan yazım 30, 31, 32, 33, 34, 35, daha sonra 36, 37, 38, 39. Bu qədər idi, 40-a qədər. Əgər mən bir şey yazmamışamsa, yəni siz düzgünlü yazın. Mən məsələn bir dənəsini yazmamış ola bilərəm, ağlımdan çıxmış ola bilər, tapmadığım da ola bilər. Siz özünüz düzgünlü hesablayıb taparsınız. Nə qədər sadə ədəd oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə oldu. A variantı. İndi isə keçirik o birisi suala, 9-cu suala. Hə, 9-cu sualda deyir ki, 2, 23, 29, 46, 101, 119, 122 ədədlərindən neçəsi sadədir? 2 sadədir. 23 sadədir. 29 da sadədir. 46 sadə deyil, 101. 101 sadədir. Bəli, 101 sadədədir. 101. Daha sonra 119. 119 da sadədədir. 7-yə bölünsə, yox, daha doğrusu 7-yə bölünür. Sadədət deyil. 122 də sadədət deyil. Deməli, bunlar idi sadə ədəd. 1, 2, 3, 4 dənə sadə ədəd var. A variantı. Yenə də baxın görüm düz demişikmi? Bir dənə 101-i, baxın 119-u deyim sizə. 7-yə bölünür nəyə görə? 1, 7, 49-un içində də 7 qalır. Ona görə bölünür. İndi 110-u deyim sizə. Görsədim. Daha doğrusu 101-i. Baxın 101 2-yə bölünmür, 3-ə bölünmür, 4-ə bölünmür. Daha sonra 4-ə bölünmür, yox bölünmür. 5-ə bölünmür, 6-ya desəm, 6-ya da bölünmür, 7-yə də bölünmür, 8-ə də bölünmür, 9-a da bölünmür. Yəni qısacası bölünmür. Amma məsələn 11-ə bölünmə ola bilər. 11-ə 11-ə vuraq bir dənə. 1, yox, bu 121 elədir. Bəli, bu da sadə ədəddir. Ona görə cavab A variantı eləmiş olacaq. İsə keçək sonuncu sualımıza. 10-cu sual. 10-cu sualda deyir ki, 4-də 3 üstəgəl 6-da 5 üstəgəl 2-də 1. Bunları biz necə yazmalıyıq? Yəni necə toplamalıyıq? Burada ortaq məxrəcə getməliyik. Bunlar üçün ortaq məxrəc hər üçün 12-dir. Çünki baxın
4 ilə 2-yə 8-dir, 6 ilə 2-yə 12-dir. 24 böyük olduğu üçün bizə kiçik məxrəcli lazımdır. Ona görə 12 götürə bilərik məsələn. Bəli, 12 götürək. Yəni daha doğrusu götürək yox, götürülməlidir. 4 3-ə vurulub 12 alınıb. 3 3-ə vurulanda 9. Daha sonra üstə gəlik. 12-də 2-yə vurulub 12 alınıb. 5-i də 2-yə vuranda 10 eləyir. Daha sonra 12. 2-ni 6-ya vurdum 12 aldım. 1 də 6-ya vuranda 6 eləyəcək. Görün düz yazdıqmı? 6-ya vursun. 2-yə vursun. 2-yə vursun. 3-yə vursun. Hə, düz yazmışıq. Bu da ki 12-də 10 ilə 6 və ya 9, 16, 15 eləyir. 10, 25. Cavab 12-də 25-dir. Bu cavab C variantı da var. Ona görə C variantı da cavab. Amma orada məsələn qarışıq ədədə çevirsək, bunu düzgün kəsrə çevirsək, dən silim görsədim sizə. Hə, baxın, 12-də 25 deyil. 25-in içində 12 2 dəfədir. Məxrəc olduğu üçün qalır. Deməli, nə qədər qalıq qalır? 1 qalıq qalır. Və ya bunu belə asan üsulla elə bölə bilmirsinizsə, belə yaza bilərsiniz. 25-i 12-yə böləndə 2 eləyir. Qalıq nə qədər qalır? 1 qalır. Düzdür? Deməli, məxrəc nədir? 12-dir. 12-ni yazırıq bura. Biz nə qədər tam aldıq? 2. Tam zaten burada yazdı. Nə qədər qalıq aldıq? 1. Bir də surətə yazırsınız. Beləsinə asan üsulla tapmaq olar. Bugünkü videomuzun da sonuna gəldik. Əminəm ki, videonu bəyəndiniz. Başqa testlərin izahı üçün videoya like eləməyi unutmayın. Abunə olmağı da unutmayın. Sağ olun.